Bəli, əziz tamaşaçılar, budur Yaxşışma dəhləsində Azərbaycan Respublikası Sabunçu rayonunun su basmışdır. Budur Azərbaycan xarabalıq zonası və tanış olun bu tərəflərdən baxın və görün. Biz bunu xalqımıza göstərmək istəyirik ki, xalqımız görsün biz işdə yaşayırıq. Bir də zəhmət olsun bu tərəflərdə çəkin, görün nə teyflər. Bəli, buraları su basmışdır. Buraları keçərmiş. Baxın bu həyəti görün, halı nə gündədir. Baxın, həyətin halı, suyu nə gündədir. Bundan bir-iki gün əvvəl bunu baxsaydınız, görərdiniz ki, biz nə gündə hallada yaşayırıq. Sağın tərəf bir yerəyə baş gerir, tanış olalım. Zəhmət olmazlar, çəkin oranı, gəlin bizə. Biz qabağa baxmağa, bax, ora pis gündədir. Yəni Azərbaycan xalqı görsün və bilsin, biz necə halda yaşayırıq. Bu bədbaxt bizim maşındır, qalmışdı suyun altında. Bu da zibilxana. Zibilxanamıza baxın. Görün nə gündəyik biz. Azərbaycan xalqı görsün bunu, heç olmasa bura bir əncam eləsin. Baxın, zibilliyi çəkin. Görün necə halda yaşayır. Buraların bir zəhmət olması çəkin. Buraların bir zəhmət olması çəkin. Çəkin buraları. Oranı ayırt var, buraları çəkin, görün nə halda yaşayır. Oranı çək. Bırak çək. Всё. Qaydırıq. Bizim halı çəkər. Hə? Bunları çəkir. Çəkilir. Baxın ora bax. Bir dənə zəhmət orada baxın. Görün biz necə halda yaşayırıq. Baxın. Buralıq görün nə gündədir. Qavay qaydırıq. Azərbaycan millətinə belə bir şey yaraşarmı, əziz tamaşaçılar? Yaraşarmı böyle bir şey? Yaraşmaz. Bir zəhmət olsun, maşın dilini alın. Bəli, əziz tamaşaçılar, Azərbaycan Respublikasının bu cür gözəlləşdiyi bir vaxtda Sabunçu rayonunun, Sabunçu vətəndaşlarının belə bir hadisə ilə üzləşməsi çox qəribədir. Respublikamızın gözəlləşdiyi bir vaxtda Azərbaycan Respublikasının prezidentinin İlham Əliyevin fərmanı ilə Respublikamızın gözəlləşdiyi bir vaxtda Azərbaycan Respublikasının Sabunçu ərazisinin və bu cürə düşməsi təbii hal deyil. Çünki bizim dövlətimiz bunu görməlidir. Bəlkə də biz də insanıq, Sabunçu rayonunda yaşayanlar da insandır. Biz bilirik ki, onlara da düşünmək lazımdır. Biz dünən buraları lentə alsaydıq, dizə qədər su olduğunu görərdik. Bəli, əziz tamaşaçılar, bu belədir. Biz yalan danışmarıq. Sabunçu rayonunun, yəni Azərbaycan Respublikasının belə gözəlləşdiyi bir vaxtda Sabunçu rayonunun bu halda olması içimizi yandırır. Biz bilirik ki, Sabunçu rayonu hər zaman çiçəkli olmalıdır. Sabunçu rayonu Azərbaycan Respublikasının Bakı şəhərinin ən böyük neft rayonu kimi qeydə alınmışdır. Və Azərbaycan Respublikasının Sabunçu rayonunun bu hala düşməsinin çox səbəbləri vardır. Azərbaycan Respublikasının prezidentinin İlham Əliyevin imzaladığı fərmana əsasən Sabunçu rayonunun gözəlləşməsi prosesi davam edir. Amma Sabunçu rayonunun dəmir yolundan o tərəfdə olan ərazilər gözəlləşsə də, Sabunçu rayonunun dəmir yolundan bu tərəfdə qalan hissəsi gözəlləşmir. Bəli, sizi dinləyək. Bədir, budur. Azərbaycan xalqının necə yaşadığını görsünlər. Və mən ürəklə deyirəm ki, bunu bir başda oturan vəzifəlilər baxsın və bilsinlər. Bizə bir əccab çəksinlər. Azərbaycan Respublikasının Sabunçu rayon icra hakimiyyətinin sədri Əli Əliyev bir neçə dəfə buralara gəlib baxsa da 10 ildir ki, belə bir fərman vermir ki, Sabunçu rayonu heç olmasa gözəlləşsin. Sabunçu rayonu heç olmasa, yağış yağdıqda belə gölməçə olmasın. Bu zibilxanalar yığışdırılsın. Bir dəfə də olsun fərman verilməmişdir ki, Sabunçu rayonu gözəlləşsin.
Gəl, 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 gəl.